Allaha təvəkkül elə, Allahdan kömək dilə və aciz olma. Müsəlmana aciz olmaq yaraşmır. Aciz olmaq müsəlmanın sifətlərindən biri deyil. Aciz olmaq şeytanın qapılarından biridir. Ona görə müsəlman ona fayda verəcək hər bir işə həvəs göstərməlidir. Allaha təvəkkül eləməlidir və bu işdə aciz olmamalıdır. Bacardığı hər bir şeyi yerinə yetirməlidir. Bacarmadığı şeyi isə öyrənməyə can atmalıdır. Nə vaxtı ki, müsəlmanlar dünya və axirət məsələlərində fayda verəcək işlərlə məşğul idilər, vallahi dünyaya müsəlmanlar hökm edirlər. Amma nə vaxtı ki, müsəlmanlar artıq dünya işinə, axirət işinə həvəssiz yanaşdılar, nəticə olaraq müsəlmanların geriyə getməsi nə gətirib çıxartdı? Geriyə getməsi nə gətirib çıxartdı? Ona görə müsəlman diqqətli olmalıdır.